Salam hörmətli izləyicilərimiz, sizə Xırdalanın ən möhkəm binalarından birində çəkiliş eləyirik. Evimizin ümumi sahəsi 101 kvadratdır və çox qəşəng bir proyekti var və təmiri də çox gözəldir. İndi sizə evi göstərirəm. Hal-hazırda evimizin qonaq otağıdır. Bilirsiniz ki, evin ən böyük otağı, qonaq otağı olanda çox qəşəng, fərrah görünür. Bu evin də qonaq otağı superdir. Qonaq otağından balkona, qapalı balkona çıxışı görürsünüz. Evimizin mərtəbəsi də çox əladır. 15 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir, üstü betondur. Əgər hansısa bir müştəri sevmirsə, yuxarıda top olsun, öyle müşteriler için ideal bir variantdır. Üstü de betondur, size diyeyim. Mansard falan değil, adi bir mərtəbədir. Mətbəxi görürsünüz, çok qəşəng, genişdir. Ev təmiz mənzildir. İndi gələndə də görəsiniz, palıd parketdir. Mətbəx özü üçün çox funksionaldır. Gördüğünüz kimi tam stol, stul, hər şey sığışıb, adi bir mətbəxdir. Kvadratı da bir 10 kvadrat olar. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə bir dəhliz açılır. Qəşəng böyük bir dəhlizi var. Çox qəşəng bir böyük dolab yığılıb. Gördüğünüz kimi hər şey sığır. Sizə uşaq otağını göstərim. Burada çox qəşəng ölçüdədir. Rahat 12 kvadrat olar. 12 olmasa da 11 olar. 2 çarpaya rahat sığıb. Gördüğünüz kimi sadece evin ışıqlandırma sistemi, lampiçkaları biraz azdır sizə deyim. Ona göre biraz qaranlıq görsənir. Və 2 hamam otağı var. Biri sağda, biri solda. Görürsünüz böyükdür. İndi ikincisini də sizə göstərəcəm. Belə yataq otağı, qonaq otağına biz baxdıq. Evimizin deməli ikinci sanitar qovşağı. Burada da duş istəsəz ala bilərsiniz. Duş nəzərdə tutulub və evimizin böyük yataq otağı. Ev çox qəşəng evdir. Yaşanmış olmağına baxmayaraq sizə deyim, təmiz ailə içində yaşayır. Özünüz də gəlib görəsiniz. Təmiri də qəşəng, səliqəli qalıb. Qiymət də bazar qiymətinə uyğun düzənlənib, çünki təcili satılır. Buyurun gəlin baxın. Bugünə bu qədər, sağ olun.